Herkese salam və kanalıma xoş gəlmisiniz. Çöldə dəhşət soyuq və yağışlı hava var. Hətta bizim ağacımızın altına baxın. Su basıb oranı. Gecədən yağış yağır. Mən pəncərəni bağlayım çünki çox soyuqdur. Həm də yağış evə girir. Gecədən güclü yağış yağır dayanmadan və indiyənə kimi indi də yağış yağır. Və dedilər ki, bugün bütün günü yağış yağacaq. Hava belə olacaq axşama kimi və ona görə hava dəhşət soyuqdur. Biz hamımız evdəyik. Uşaqları dərsə göndərmədim çünki axşamdan hamı yazırdı ki, biz getməyəcəyik və ona görə qərara gəldim ki, biz də getməyək, evdə oturaq bugün. Çünki çoxu gəlməyəndən sonra mənası yoxdur məktəbə getməyə. Uşaqlar boş-boşuna otururlar və 2-3 saatdan sonra bizə zəng edib deyirlər ki, gəlin uşaqlarınızı aparın. Ona görə mən də uşaqları aparmadım, göndərmədim. Zavtrak hazırlayacağım indi. Bu dəm dünənkidir. Bunu da indi tökəcəm, təzə dəm eləyəcəm. Burada isə səhər tezdən püre hazırlayıram. Çünki bugün uşaqlara piraşki eləyəcəm. Neçə gündür ki, özümü çox pis hiss eləyirəm. Çox pis xəstələnmişdim. Düzdür, qızdırma zad heç nə yox idi. Halsızlıq idi. Dəhşət pis olmuşdum. Ayağa qalxa da bilmirdim. Bir neçə gün ancaq yataq rejimindaydım. Bilmirəm, mənim ailəm nə ilə dolanırdı, nə yeyirdilər, nə içirdilər. Axırı yola verdilər məni. Özləri yeyirdilər, yığışdırırdılar. Dünən də tez yatmışdım. Qabları yudum, axırıncı qabları yudum və dedim qoy qurusun, sonra uşaqlara deyərəm, yerləşdirərlər. Mən də yudum, tez getdim, yatdım. Uşaqlar, heç onlara da demədim ki, qabları yerləşdirin, ona görə qablar qaldım. Eyb yox, indi özüm onu yığacam. Çünki bugün çox şükür ki, yaxşıyam və əlimə nəhayət ki, kamera götürmüşəm. Sizə bugün vlog çəkəcəm. İndi tez zavtrak hazırlayayım. Püre eləyirəm. Nəyə görə? Çünki bugün piraşki eləyəcəm. Neçə gündür, yenə də bayaq dediyim kimi, uşaqlara nə hazırlayırdım, heç onu da bilmirəm. Tez bazar ayaq üstə hazırlayırdım. Onlar necə yeyirdilər, heç görmürdüm mən. Amma bugün çox şükür ki, yaxşıyam. Dedim, bugün uşaqlara günorta piraşki hazırlayayım. Püre eləyirəm. Mən həmişə birinci xəmir düzəldirəm, sonra püre eləyirəm də. Xəmir qalxana qədər mən püre düzəldirəm. Amma bu dəfə tərsinə eləyirəm. Çünki Rus dilində olan kanalda orada püre göstərəndə, to есть не püre, piraşki necə hazırlayıram göstərəndə qızlar həmişə yazırlar ki, növbəti dəfə piraşki düzəldəndə bunun suyu ilə xəmiri yığ. Yəni kartoşka bişir, püre hazıra, bunun suyunu soyuq elə və ondan xəmir yığ. Çox qəşəng dillər olacaq. Güya xırt-xırtlı olur, nə bilim. Ona görə bu dəfə birinci püre hazırlayıram. Suyu soyandan sonra bu suyla xəmir eləyəcəm. Mən həmişə suyu kartoşkaya qədər tökürəm, yəni çox tökürəm də. Çünki kartoşka tez pişir, sonra pis olur da, suyu çox olanda gözləyirsən ki, nə vaxt su süzülsün, sonra əzirəm. Kartoşkaya qədər tökürəm. Amma bu dəfə kartoşkadan biraz çox eləmişəm, görürsünüz buraya qədər. Çünki kartoşka bişənə qədər su uçacaq, yəni olmayacaq da. Su azalacaq və ona görə suyu bu dəfə biraz çox tökmüşəm. Görək necə alınacaq bu dəfəki piraşki. Qızlar yazmışlar ki, çox qəşəng olacaq. Bundan sonra ancaq bu suyla xəmir yığacaqsan piraşki hazırlayanda. Məndə piraşki çox qəşəng alınır. Uşaqların çox xoşuna gəlir. Hətta səhərsi günü də yumuşaq qalırlar. Heç narazı da deyirlər. Sadəcə mənim özümə maraqlı gəldi ki, bu qədər adam yazır ki, bu suyla xəmiri yığ. Deməli, nəsə orada başqa bir dəyişiklik olacaq da. Ona görə dedim, bu dəfə belə eləyim. Nəysə, tez zavtrak hazırlayayım. Bu qabları da yığışdırım və piraşki hazırlayanda sizə mütləq göstərəcəm.
duyayım da. Valla bakalım duygusal. Я тебя сам посмотрю, может, я надо тебе. Bir gözde de. Bunlar ben şu odasını buldum. Mən bu otaqda yığışdırıram və yadınızdadır bu parçadan danışmışdım sizə. Demişdim ki, baldızım gilə qonaq gedəndə aparacam. O özümü mənim üçün bunları kəsici və qıraqları tikəcək. Çünki onda maşınka var, onunla tikər. Amma əlbəttə ki, mən həmişə kimi səbirsizəm. Bilmirəm nə vaxt gedəcəm. Həm də bilirsiniz, qonaq gedəndə kiməsə iş tapşırmaq da yaxşı deyil də. O oturub sənin işini görəcək. Nə söhbət eləyə bilirsən, nə bir şey. Ona görə dedim, özüm eləyəcəm. Burada nə var ki, tez bazar oturub bir seriala baxa-baxa bunları hamısını özüm tikmişəm. Belə burada biraz qattaladım və xırda-xırda tikdim. Heç də bilinmir, elə bir maşınka ilə tikilib. Buranı ütülədim birinci ki, düppədiz olsun. Ütülədim və sonra tikmişəm qıraqları. Hamısını istədiyim formada kəsdim. Mənə bu boyda mənim üçün rahatdır. Kəsdim hamısını. Səbrim çatmadı. Dedim, yox, nə gözləyim, kimi gözləyim, özüm otura-otura, televizora baxa-baxa hamısını kəsəcəm. Bu qədər məndə dəsmal alındı, 6 dənə. Bunu isə qızlar yazmışdılar ki, bunun şey kimi, nə deyirlər, süfrə kimi işlətmək olar. Deyəsə bu parçadan demişdilər. Süfrə kimi işlətmək olar bunu. Mən bunu bilirsiniz, süfrə kimi yox, bu nazik uzun belə gedir. Mən bunu bilirsiniz necə işlədəcəm. Xəmirlə işləyəndə, misal üçün qutabıya piraşki ya da xəngəl eləyəndə həmişə bir parça sərirəm və o parçanın üzərinə xəmirləri düzürəm. Və bunu bu belə işlədəcəm bunu. Saxladım, amma hələ ki bunu işlətməyəcəm, çünki məndə bir dənə parça var. Yəqin ki videolarda görmüsünüz, belə fiyoletovi rəngdədir. Bunu həmişə sərirəm və üzərinə xəmirlər düzürəm. Hələlik onu işlədəcəm. Düzdür, o artıq biraz rəngi gedib. Mən onu xlorla yumuşdum. Orada sarı ləkələr var idi. Qoy göstərim sizə. Baxın qızlar, bu parçadan söhbət gedir. Bunu yəqin ki tez-tez videolarımda görürsünüz. Bu artıq ağarıb bəzi yerlərdə. Çünki bunu xlora salmışdım, qaynatmışdım. Şirniyyatlar bişirəndə onlar yağlı olur deyə üzərinə belə qoyuram ki, biraz soyusun. Sonra o qabın içinə yığırdım. Və o soyana qədər burada ləkələr qalırdı. Şirniyyatın ləkələri, yağlı ləkələr. Məcbur bunu qaynadırdım və ona görə belə ləkələr əmələ gəldi. Amma çox qəşəng, rahat parçadır. Həm yekədir. Həmişə bunu sərirəm və xəmirləri üzərinə belə düzürəm. Nə vaxt ki bu xarab olacaq, ondan sonra bunu işlədəcəm. Bunu da hələ ki qoyacam qırağa, işlətməyəcəm, şkafa qoyaram, zapas qalsın. Bunları da işlətməyəcəm, çünki mətbəxdə məndə dəsmallar var, çoxdur dəsmallar. Onları işlədim, cırılsın, pis günə düşsün. Ondan sonra bunları götürüb işlədəcəm. Belə. Bunları artıq özüm tikmişəm. Öz otağımı yığışdırıram. Burada həmişəki kimi məndə belə bir bardaqdır. Səliqəyə salacağım buranı və ondan sonra tozunu siləcəm. Polu bugün yumayacağım, çünki axut yoxdur, hava soyuqdur çöldə. Hava belə olanda evdə pol silməyə heç həvəsim gəlmir. Plisoslayacağım və üzərini tozunu siləcəm və salam.
buranı bitirdim, təmizliyə saldım. Görək nə qədər bu belə məndə qalacaq. Amma bilirəm ki, bir həftədən artıq belə qalmayacaq. Yenə bura kaşa olacaq. Bu kaşanı özüm eləyirəm. Nə qədər özümə deyirəm ki, hər bir şeyi öz yerinə qoy, amma öz yerinə qoya bilmirəm. Otağa girirəm, elə girməmişdən baxın buradan tuluyuram bura stolun üstünə və çıxıb gedirəm, başqa işləri görürəm. Və o beləliklə yavaş-yavaş bura belə pis günə düşür. Bəzi qızlar yazmışdılar ki, buranı hamısını yığışdırsan, bu komod boş olsa daha qəşəng görsənəcək, amma mənim üçün əksinə mən buranı hər bir şey yığışdırsam, bura boş qalsa, elə biləcəm ki, mənim komodum elə bil otaq kasıb otaq görsənəcək. Mən уже öyrəşmişəm. Mənim üçün belə daha yaxşıdır. Mən əksinə xoşlayıram ki, hər bir nəyi işlədirəm, gözümün qabağında olsun. İnanın ki, bunları hamısını yığışdırıb şkafın içinə qoysam, mən heç birini işlətməyəcəm və sroku bitəndən sonra məcbur bunu atacağım. Amma hər şey gözümün qabağında olanda hamısını işlədirəm. Hər gün burada belə bir şey yoxdur ki, mən onları işlətməyim. Bu tərəfdə hər şey saç üçündür, sonra tonalni var. Tonalni düzdür, hər gün işlətmirəm, amma dursun da orada. Tonaldə də üz kremi, ayaq kremi, əl kremi, nə bilim, saç kremlər var. Belə şeylərdir. Bir də burada mənim duxularımdır və yığışdıranda gördüm ki, artıq yay üçün bir dənə duxu almaq lazımdır mənə. Düzdür, burada 2-3 dənə yay ətri var, amma biraz bezmişəm onlardan. İstəyirəm nəsə təzəliyim, təzə bir duxu alım. Həm də çoxdandır duxu almırdım. Axırıncı dəfə nə vaxt idi? Yeni ildə yoldaşım hədiyyə eləmişdi bunu. İyisi çox qəşəngdir. Görürsüz, yeni ildən bu qədər mən işlətdim. Özüm tək mən işlətmirəm. Mənim axı 2 dənə qızım var. Onlarda da ayrı öz ətirləri var, amma yenə də harası gedəndə girirlər otağıma və mənim ətirlərimdən istifadə edirlər. Yəni görün, bir neçə ay keçib, nə qədər keçib indi sizə deyəcəm, aprel ayıdır da. 4 ay üstündən keçdi və bu qədər duxunu biz işlətmişik. Belə. Çox gözəl ətri var. Lacoste'dan iyisi verir bu. Belə. Yəni axırıncı dəfə dekabr ayında məndə duxu alınmışdı. İndi yenə duxu almaq istəyirəm yay üçün. Yayda işlədəcəm onu. Qabaqda görək bayramlar var. Yox. Qabaqda heç bir bayramımız yoxdur. Çox heyif ki, yoxsa yoldaşıma deyərdim ki, hədiyyə mən almaq istəsən, mənim üçün duxu alarsan. Amma heyif ki, yox. Eyb yox, mən özümə alacağım. Çünki məndə zapas pulum var. Hansı ki, onu yalnız özümə xərcləyirəm. Və oradan götürəcəm və özümə bir dənə duxu alacağım. Belə. Güya ki, belə baxırsan, bəzi qızlar deyirlər ki, duxun çoxdur, neyinirsən? Hamısını işlədirəm. Burada elə bir duxu yoxdur ki, hansı ki, mən işlətməyim. Hamısını işlədirəm. Burada yay duxusu var, payız, qış, nə bilim, hamısı da, yəni hər bir fəsilə öz ətri var. Misal üçün, qış duxunu yayda eləsəm, mən boğularam. Ya da ki, yay duxunu qışda vursam, mən onu heç hiss eləmərəm. Bəzi insanlar heç seçə bilmirlər, deyirlər, duxu duxudur da, onu necə seçmək olar? Mən də onları başa düşə bilmirəm. Yəni, ətri necə seçə bilmirsiniz? Yay ətri başqa cür olur, payız ətri iyisi başqa cür olur. Nə bilim, nəysə belə. Buranı səliqəyə saldım. Görək nə qədər bu belə məndə qalacaq. Amma mən inanıram ki və bilirəm, bir həftədən artıq bu təmizlik belə qalmayacaq. Yenə kaşa olacaq. Вот, смотри. Вот, только что был. Вот, видишь? Нет, это дождь такой. Не, вот. А, ну типа снег, да. Ну, да. Изредка то снег, то дождь. Да, то снег, то дождь. Погода ужасная. Холодно, закройся дверь. Мам, вот они на улице стоят, и они теплые. Я дома сижу, и я холодная. Как это понимаете?
Piraşkim burada hazırlanır. Bu isə hazır olan vəziyyətdə. Çatdırmır mənim qabım dolmağa, çünki uşaqlar bir tərəfdən daşıyırlar belə mənim gözəl piraşkilərim. Və püre bitmişdi. Mən qalan xəmirdən belə bir pışki düzəltmişəm. Bilmirəm siz eləyirsiniz yoxsa yox. Belə xəmir açıram, 4 tərəfdən kəsirəm və o qızaranda gül kimi olur. Arasına sonra şəkər eləyirəm. Uşaqlar bunu çox xoşlayırlar. Az eləmişəm bu dəfə. Həmişə çox eləyirəm, çünki hamısı yeyilir. Birinci bu yeyilir, sonra piraşki. Xəmirim az idi deyə ona görə bu qədər alındı. Belə. Və bir dənə pirajok qaldı. Bunu da qızardacağım və bunlar bitəcək mənim işim. Mən qurtardım. Bu qədər piraşki məndə alındı. Uşaqlar da yedilər, doydular və bu qədər qaldı. Bu onsuz da 2 günə yox olacaq. Yəni bugün bir də sabah yeyib qutaracaqlar. Pışki elədim. Baxın belə bir şey sizə deyirəm. Yəqin ki siz də eləyirsiniz bundan. Çünki bu çox dadlıdır. Əgər eləmirsiniz, mütləq eləyin. Sizin uşaqlar çox sevəcəklər bunu. Belə pışki hazırdır, piraşkim hazırdır və ketçup düzəltmişəm. Bu papamın reseptidir. Papam belə ketçup tez-tez eləyir və onun resepti ilə mən də düzəltmişəm. Videoda deyəsə mən sizə göstərməmişdim, amma rus dilində olan kanalda orada var bunun resepti. Belə. Mən işimi bitirdim. İndi sizcə mən nə eləməyə gedirəm? Əgər düşünürsünüz ki, mən gedirəm istirahət eləməyə, onda yox. Mən gedirəm mətbəxi səliqəyə salmağa. Görün mənim mətbəxim nə gündədir. Qabları tez yuyum və burada peçim parıldayır. Görürsünüz nə qəşəng parıldayır. Bunu da indi tərtəmiz eləyim və ondan sonra rahat gedib istirahət eləyəcəm.
Elə burada sizinlə sağollaşacağam. Ümid edirəm ki, videonun sonuna kimi baxmısınız. Rəy bölməsinə smaylik saxlamağa və like eləməyə unutmayın. Mən isə öz tərəfimdən həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda mütləq və mütləq görüşərik. Hələlik.